həmişə mənəvi məsələlərdə özünüzdən böyüklərə baxın. Gözünüz yuxarıda olsun. İmam Səccad o qədər ibadət eləyirdi. Dedilər, ağa, nə qədər ibadət eləyirsən? Dedi ki, mənim ibadətim cəddim Əli ibn Əbu Talibin ibadətinə çata bilər. Hamısı zirvəyə baxıb və insan özündən yuxarı baxdıqca xəcalətli olur. Çünki hər bir üstün məqamdan daha üstün məqam var. Allah deyir, Həzrəti Əbəlfəzl Abbasa qiyamətdə elə bir məqam verəcək ki, bütün şəhidlər qift eləyəcək. Deməli, şəhidlər də baş aşağı olacaq. Həzrət Əbəlfəzl İmam Hüseynə baxıb elə olacaq. O da Peyğəmbərə, Peyğəmbər də Allaha. Bunu mən neçə dəfə demişəm. Hamı, kim olursansa ol, qiyamətdə əvvəl başlar yerə düşəcək, bütün insanların. Allahın lütfünü görəndə, o zirvəni görəndə hamı xəcalət hissi ilə cənnətə girəcək. Peyğəmbərdən tutmuş hər bir insana qədər, Kərbəla şəhidlərinə qədər.